Təbiətdə bir ceyran balası doğulandan cəmi bir neçə saat sonra ayağa qalxır. Amma insan övladı illərlə bir ələ, bir nəfəsə möhtac qalır. Bu bir təsadüf deyil. Bu həyatın ilk və ən böyük imtahanıdır. Valideyn üçün imtahan o ilk böyütmə anında başlayır. Yuxusuz gecələr, tükənməyən səbir və qarşılıqsız sevgi. Valideyn övladı ilə sınağa çəkilir. Sənə əmanət edilən bu cana nə qədər fədakarlıqla baxacaqsan? Amma zaman elə bir tərəzidir ki, gün gəlir, rollar dəyişir. Səni ayaq üstə tutmaq üçün gəncliyini fəda edən o insan indi sənin çiyninə ehtiyac duyur. İndi növbə övladındır. Övladın imtahanı valideyni acizləşəndə başlayır. Dünən sənə uzanan o əli bugün sən nə qədər sevgi ilə tutacaqsan. Unutmayaq, bizlər qarşılıqlı imtahandayıq. Valideyn övladı ilə, övlad isə valideyni ilə. Bugün göstərdiyin mərhəmət əslində gələcəkdə özün üçün hazırladığın sığınacaqdır.